Kim deyir ki, mənim sevgilim yoxdur? Mənim sevgilim var. Mənim sevgilim öz sənətimdir. Mən bu sənətdən indi də ayrılmamışam. Mənim əsas sevgilim həmişə Aynes olub. Anam dünyasını dəyişənə qədər anamla yaşamışam. Anam 2015-ci ilin aprel ayının 4-də dünyasını dəyişib. Elə Qusarda da mənim yanımda çox olub. Anamdan sonra mənə təbii çətin oldu. Mən öyrəşmişdim. Mən ailənin 4-cü övladıyam. 4-cü övladı olsam da mən ailə qurmadığıma görə indi açıq danışıram. Ailə qurmadığıma görə anam həmişə məndən narahat idi. Həmişə demək olar ki, məndən həmişə neskilli idi. Mən elə anamın belə həmişə arzusu idi. Həmişə mənə deyirdi ki, Aytəkin sən tək qaldın. Dünyada məşhur oldun, amma tək qaldın. Mən də deyirəm ki, bəs mən də bu sənəti seçdim. Deyir, sən çox əziyyət çəkmisən. Aytəkin Alxaslı niyə ailə qurmadı? Ailə qurmağa heç vaxt olmadı. Mən bəlkə də bu sənəti o qədər həddindən çox sevdim ki, hər şeyi bu sənətdə gördüm. Həyat yoldaşında, övladı da. Mən həmişə anamın bir arzusu var idi ki, deyirdi, bu qədər işlədin, sənin bir adın sanın olmadı. Bax, mamam həmişə bundan xiffət çəkirdi. Deyirdi, ailən olmadı, sən məşhur oldun, amma sənin bir adın sanın olmadı. Mən də həmişə deyirdim ki, adı adıma Allah versin, Allahdan olsun. Valideyn bilirsiniz, ikinci Allahımız da bizim olar. Ruhları şad olsun.